Mən bunu daha dərindən Aha, söyləyim. buyurun, maraqlıdır. Amerikan Yellowstone Milli Parkında baş verib. İlk milli park hesab olunan milli parkdır. 1950-ci illərdə ümumiyyətlə Amerikan şimalında canavarların nəsli tükəndi. Amma ekoloqlar anladılar ki, yəni həmin geniş təbiət ərazisində canavarlara ehtiyac var və Kanadadan canavarlar gətirdilər. Səhv eləmirəmsə ona yaxın fərq gətirmişlər, mən elə xatırlayıram. Nəticədə nə oldu? 20 ildən sonra gördülər ki, meşələrin həcmi artır. Çox qeyri-adi bir şeydir. Meşənin həcmi artır. Yəni biomüxtəliflik artır, yeni növlər müşahidə olunmağa başlayır, meşələri artır, çayın hövzəsində qunduzlar yeni, belə deyək də, su anbarları tikir, quşların, balıqların sayı artır. Sonra başladılar ki, bu necə baş verə bilir? Sadəcə canavar gətirmişik. Araşdırdılar ki, sən demə canavar təkcə maralları yemir, yəni onların sayına nəzarət eləmir. Eyni zamanda onlarda bir qorxu instinkti yaradır. Beləcə maral bir yerdə durub bir meşəni yeyib məhv edə bilmir. Daim hərəkətdə olur. Nəticə etibarilə yəni bir əraziyə vaxtilə olan canavarın yenidən gətirilməsi bütün o ekosistemi bərpa etməyə başladı və canavarların gəlməsi ilə bütün növlər demək olar ki, faydalandı. Burada hətta digər yırtıcı heyvanlar da sayına nəzarət mexanizmi formalaşdı. Məsələn, ayıların da, yenotların da və digər heyvanlarda nəzarət funksiyası formalaşmağa başladı. Maralların sayı azaldı, bizonların sayı artdı və s. Yəni çox belə böyük bir effekt olub o layihənin. Necə maraqlı məsələ. Azərbaycanda meşə örtüyü. Yəni bu o demək deyil ki, indi sizdə də meşə yoxdursa, gətirin 2 dənə canavar saxlayın. Yəni mən ora cücəviz yeyib çıxıb. Yox, ora gətirmək istirdim elə söhbəti. Bunu mütəxəssis Əslində Azərbaycanın meşə örtüyü çox deyil də. 11% yaxın ərazimiz meşə örtüyüdür. Sən Kürdəmirə 100 dənə canavar. Xeyri yoxdur. Meşə orada olmayacaq yəni. Bəlkə oldu. Əslində olmalı deyil. Yəni Kürdəmir zonasında meşə olubmu tarix boyu bilmirik. Buz dövründən bu yana mənim zənnimcə o ərazidə meşə olmuyor. Yəni hər regionun öz belə deyək də landşaftı var, ekosistem var. Bizim yarım səhra quru çöldə bildiyimiz kimi əsas landşaftımız, yəni Mərkəz Aran düzənliyi belə deyək. Burada da özünə uyğun heyvanlar var, canlılar var. Siz bayaq sual vermişdiniz. Mən eşidirdim ki, hansı canlının ekosistemdə rolu var. Bəli. Mən bu sual biraz qatılmıram açığı. Bütün canlıların öz olduqları ekosistemdə rolu var. Canavarın da meşədə rolu var. O belə deyək də meşənin sanitardır, ağacların da eyni qaydada. Digər qaydada ceyran məsəl üçün bizim düzənlik ərazilərin üçün vacib bir qida obyektidir və ekosistem üçün faydalıdır. Yəni hər bir növ üçün bunu deyə bilərik əslində. Yox, mən